Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Masazırda Araz Marketə 500-600 metr məsafədə belə bir həyət evimiz çıxıb satışa. 1,5 sot torpaq sahəsində inşa olunubdur. Belə bir həyəti var, 2 maşınlıq rahat həyəti var. Həyətində atcelni ayaq yolusu da var. Keçək evlə tanış olaq. Cütdaşdır, kürsülüdür, üst daş kürsülüdür həyət evimiz. 2006-cı ildə tikilən evlərdəndir. 5-6 il bundan qabaq da aboyları falan dəyişilib. Səliqəli evdir, yəni ki, aboylarında cırıq, bulanıq yoxdur. Bura bir otağıdır, uşaqlar üçün nəzərdə tutulmuş otağıdır. Keçək qonaq otağı ilə tanış eləyək. Masazırın girişinə çox yaxın bir məsafədədir, hörmətli izləyicilər bu həyət evimiz. Bura qonaq otağıdır, 4 otaqlıdır. 4 otaqlıdır, qiymətini də elə başdan deyək. Qiyməti olacaq 80.000 manat, yəni start qiymət qoyulubdur. Cüzi endirim də olacaq real alıcıya, endirim nəzərdə tutulubdur. Sənəd qiymətləndirmədir, el arasında o bələdiyyə sənədi deyirlər. Bu digər ikinci yataq otağıdır, böyüklər üçün nəzərdə tutulmuş. Görürsünüz, geniş otaqlardır, genişdir, hardasa 20 kvadrat metrə yaxındır yataq otağı. Bu da üçüncü yataq otağıdır. Ümumilikdə 4 otaqlı, kürsülü, 1,5 sotda inşa olunmuş belə bir həyət evidir. Cütdaşlı həyət evimiz, sanitar qovşağıdır və burada koridor sistemidir. Solda bizdə sanitar qovşağıdır, üzr istəyirəm və sağda mətbəx yerləşir. İndi mətbəxdə göstərəcəyik, tanış edəcəyik mətbəxlə. Mətbəxdə balacadır, elə də böyük deyil, geniş deyil. Burada mətbəx hissəsidir. Əlaqə nömrəsi profildədir. Kim üçün maraqlı olsa bizdən əlaqə saxlasın, gəlsin bu evə baxsın. Çox bir əla bir yerdədir, yenə təkrar edirəm, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Sizin də satış devləriniz varsa bizdən əlaqə saxlayın, tez bir zamanda satışında köməkli eləyək. Hələlik bu qədər.